Salam dəyərli izləyicilər. Mən Rəysaz Yaşan Usta yenə sizinləyəm. Bu günləri gördüyünüz kimi Toyota Corolla markalı avtomobilin çəkişini sizə göstərmək istəyirəm. Maşın nəyə görə bura gəlib? Ətraflı olaraq bunu sizə göstərmək istəyirəm. Deməli, birinci növbədə başlayıram arxa bamperdən. Bamper gördüyünüz kimi belə problemləri yoxdur, amma sadəcə olaraq belə paykalıq işləri var. Və burada da paykalıq işi var. Belə bir parkadar içinə düşüb yəqin ki. Çünki içərdən parkadar əlimə dəyir. Arxa bamper gördüyünüz kimi solub və müəyyən qırışlar ki var burada. Bunların hamısını belə deyək yığacam. Arxa krıla gördüyünüz kimi solub. Perixodu, lakı perixodunu bura qədər gətiriblər. Burada da problem yaranıb. Buradan yuxarı. Və həmçinin də burada da gördüyünüz kimi detalda yanma gedib. Düzdür, detalda qırışlar var arxa qapıda, yəni bu hissədə qırışlar var belə. Və şpakulyovkadakı burada belə deyək ürəyə gedib şpakulyovkanın vurublar, nə iş görüblərsə bilmirəm. Mən bunların hamısını qaşıyacam və belə deyək ətraflı olaraq bunu tam təmizləməliyəm ki, görüm ki burada nə var. Və bu hissədə də yəqin şpakulyovka var. Çox güman ki, çünki yuxarılarda da çat var. Qapının bu hissələri demək olar ki, normaldır. Sadəcə olaraq buradan bu tərəfə bilmirəm. Nə iş görülüb, nə olubsa məndən qabaq. Yəni ki, avtomobil sahibi maşını ona görə mənim yanıma gətirib. Və qırışlar var, batıqlar var. Normaldır hamısı. Yəni, belə deyək, təzə maşın deyil. Sadəcə olaraq çox da köhnə də deyil. Belə xırda batıqlar var. Bunları inşallah mən öz dəmirçimə gördürəcəm. Və burada da dəyərli izləyicilər görürsünüz. Padnoşka batıb. Qabaq qapıda solma var. Aşağı hissəsi yaxşıdır. Kırla da salamatdır kırla. Prosta sadəcə olaraq burada bilmirəm nə iş görülübsə bu hissə kraskalanıb və burada lak yanıb. Bu belə. Bamper germetka vurublar bamperə. Bilmirəm niyə germetka vurublar. Salaskanın yəqin ki, buferin qulaqları yəqin ki, qırıqdır. Ona görə bəlkə də germetka vurublar. Və bu hissəsi normaldır. Sadəcə olaraq üstünə oturtturmaq lazımdır. Bu qədər. Bamperdə daş izləri var. Demirəm yoxdur. Burada da bu kimdirsə, usta çox gözəl iş görüb, çat edib. Buradan da bufer qırılıb. Qabaq abrisovka dəyişiləcək. Farada çat var. Mən bunu bir şey deyə bilməyəcəm. Sadəcə olaraq rəngini aça bilərəm. Əlbəttə ki, bu tərəf fara zavaskoydu, amma rəngi solub. Bunu da bazardan qədər bunun rəngini açacam və belə deyək gətirəcəm, o birisi ilə eyni olacaq. Belə dəyərli izləyicilər, indi söktükcə ətraflı olaraq yenə sizə çəkib göstərəcəm. Burada da knopkaların yarısı yox. Bilmirəm, məndən qabaq nə iş görülüb burada. Patklinikində yarısı cırılıb gedib. Bu da yəqin ki, belə deyək, ustanın səhlənkarlığındandır, bəlkə də yaxşı bağlamayıb nədirsə. Bunlar hamısı oynayır. Belə dəyərli izləyicilər, maşın demək olar ki, bir böyrü kraskalanacaq və dalqabaq bamperlər kraskalanacaq. Bu qədər dəyərli izləyicilər. Tam sökəndən sonra ətraflı olaraq yenə sizə çəkib göstərəcəm bunu. Dəyərli izləyicilər, mən söktüm maşını. Belə deyək, burada heç bir qüsuru yoxdur. Heç bir qüsur tapa bilmədim burada. Çünki bamperin altı ideal vəziyyətdədir. Sadəcə olaraq burada salaskaların hər ikisi gördüyünüz kimi ucları qırılıb, heç biri saxlamır və burada germetikadan istifadə ediblər. Sol tərəfsə, sağ tərəfsə daha bir bərbad bir vəziyyətdədir, gördüyünüz kimi. Belə xoşa gəlməz, bir haldadır. Qulaqları da qırılıb, hər ikisinin qırılıb və germetikadan görürsünüz, istifadə ediblər. Arxa bamperdə, arxa bamperdə yüngül çatlar ki var.
görürsünüzsə çartlayıb və burada da çartdağı var. Əks tərəf görünür. Buranı mən sizə göstərmişdim. Belə bir şəkildə. Amma qulaqları hamısı belə deyək qaydasındadır. Qulaqlarında heç bir qüsur yoxdur. Qabaq bamperdə də qulaqları yerindədir. Sadəcə olaraq əyilib, dəfələrlə vurublar. Yerinə oturmayıb, burada əyilib. Burada da dəyərli izləyicilər görürsünüz. Germetikadan istifadə ediblər. Bunu da əllə, payalniklə nəsə eləmək istəyiblər, amma alınmayıb. Burada cırılıb. Xırda paykalıq işləri var. Bu tərəf isə salamatdır gördüyünüz kimi. Əla bir vəziyyətdədir. Bu da bizim qabaq buferimizdir. Çıxartmışam. Belə. Və qabaq faradakı belə çartlayıb. Bunu düzdür, mən heç nə edə bilməyəcəm. Bunu yalnız və yalnız fara ustasına getməlidir ki, bu düzəlsin. Ola bilər ki, düzəlməsə şüşə dəyişilər. Bunu mən ustaya aparandan sonra, fara ustasına aparandan sonra orada qərarlaşacaq ki, yəni bu düzələr, yoxsa şüşəsi dəyişilər. Bunu işləyə-işləyə, belə deyək, qərarlaşacam. Belə dəyərli izləyicilər, inşallah etap-etap başlayacağım sizə çəkib göstərməyə. Hələ ki, bu hissələri yonub çıxardacam hamısını. Dediyim kimi, arxa qapıda şpakulivkalar var. Bəzi yerlərdə onları təmizləməliyəm. Bir də burada, bir dənə burada şiş əmələ gəlib, bilmirəm nə şişdir. İnşallah buna dəyərli izləyicilər etap-etap çəkib sizə göstərəcəm. Dəyərli izləyicilər, gördüyünüz kimi hal-hazırda maşını mən quruntlamışam. Çünki bu hissələr ki bozarmışdı, bunların hamısını rəndələdim, çıxartdım. Və burada məndən qabaq, yəni bizim bu gözəl malyarımız, bilmirəm kim kraskalamışdı. Burada kantı əməlli başlı görürsünüz. Mən burada yəni kant qoymuşam. Bu kantı yemişdi. Demək olar ki, doldurmuşlar əməlli başlı kantı. Bilmirəm nəyə görə doldurmuşlar, səbəb nədir. Və belə deyək, mən bu kantı bərpa elədim. Bu hissələrdə də qırışlar ki var idi. Bu qırışları da rəndələyə bunların hamısını yığışdırdım. Belə deyək, düzəldi. Bəzi o çatlar ki var idi, yəni çarp partlamışdı. Bunların hamısını təmizləyib təzədən işlədim, belə deyək. Düzdür, biraz yəni vaxtımı aldı. Düzdür, onu çəkməmişəm, yadımdan çıxıb. Və burada quruntdan sonra məndə iki yerdə, yəni beləsinə yüngül batıqlar ki qalıb, mən bunları sizə göstərmək istəyirəm. Yəqin ki, mən bunları təzədən şukurkalayıb, təzədən işləyəcəm. Belə dəyərli izləyicilər, qabaq kırılada bu hissədə idi. Sadəcə olaraq buralarda da kraskalanmışdı, yəni su izləri olduğuna görə deşiklər ki var idi. Mən onları da belə deyək, hamısını təmizlədim. İnşallah dəyərli izləyicilər, kraskadan sonra ya qurunt vaxtı bunu ətraflı olaraq yenə sizə çəkib göstərəcəm dəyərli izləyicilərim. Belə. Dəyərli izləyicilərim, mən maşını sürtmüşəm də quruntu. Belə deyək, bir qat örtüm kimi baza vurmuşam buna və indi öz bazasını vuracam. Əlbəttə ki, bamperlər hazırdır, işlənib, hansı qaydasında və aksesuarlar da burada dəyərli izləyicilər. Bunları da belə deyək, kraskalayacam. İnşallah tam kraska qutarandan sonra ətraflı olaraq bunları çəkib sizə göstərəcəm. Dəyərli izləyicilərim, lakı vuruldu, maşın hazırdır, yəni yığılmağa. Mən bunu tam yığılandan sonra düzdür göstərməyəcəm. Sadəcə olaraq bu sağ tərəfini yəni kraskalamışam və dal qabaq bamperlərini gördüyünüz kimi kraskalamışam. Bunu mən sizə indi ətraflı olaraq göstərəcəm. Perixod bu hissəyə qədər gəldi və düzdür, mən onları təmizləyəcəm və müştəriyə təhvil verəcəm. Heç bir qüsur yoxdur. Gördüyünüz kimi hamısı səliqəli. Bir-iki dənə yerdə tozlar ki var, onlar hamısı təmizləyəcək gələcəkdə və belə deyək, nə qədər ki qüsurlar ki var idi,
Bəzi yerlərdə çartlamışdı. Mən onları təmizlədim. Düzdür, çəkilişdə gecikmişəm, amma nə qədər də olmasa buradan deyirəm ki, yəni ki, biləsiniz. Şaqren çox gözəl çıxıb. Xırda şaqrenlə çıxartmışam. Çox əla bir vəziyyətdə çıxıb. Kantlar demək olar ki, kantlar yox idi. Heç biri yox idi bu kantların. Dəyərli izləyicilər, bu kantların heç biri yox idi. Bunların hamısını avallaşdırmışam. Avallaşdırmışdılar şpaklyovka ilə. Bunların kantlarını mən çıxartdım. Burada əzdən yeri ki var idi. Bunu da dəmirçimiz sağ olsun gəldi, düzəltdi və mən də bunu kraskaladım. Burada solan yeri var idi ki, bir-iki dənə də yüngül xırda toz düşüb. Bu hissəyə qədər kraskamı vurmuşam. Qardeşi gətirmişəm və lakını tamamlamışam. Burada yəni detal kraskalamışam mən. Və arxa bamperdi. Və qabaq bamperdi. Belə bir şəkildədir. Hərdən xırda tozlar olur, hərdən olmur. Bu qədər dəyərli izləyicilərim. Təşəkkür edirəm məni izlədiyinizə görə. Like qoymağı və abunə olmağı qətiyyən unutmayın dəyərli izləyicilər.